Hər vaxtınız xeyir olsun, hörmətli CBC Sport tamaşaçıları. Bakı İdman Sarayındayıq. Futsal üzrə ölkə çempionatının yüksək liqasının sonuncu 20-ci turun görüşləri çərçivəsində gümüş medalçını müəyyənləşdirəcək qarşılaşma, Baku Fire Neftçi kollektivlərinin qarşılaşması, komandalar arasındakı xal fərqi cəmi 1-ə bərabərdir. 44 xalı var. Baku Fire'ın 43 xal Neftçi toplayıb. Bu isə o deməkdir ki, bu görüşdə, yəni ümumi turnir cədvəlindəki vəziyyətə baxdıqda Araz Naxçıvan artıq çempionluğu təmin edib. 49 xalı var Araz Naxçıvanın, 16 oyun, 19 görüşə 16 qələbə, 1 heç-heçə 2 məğlubiyyət, 49 xalla birinci, daha da qələbə 20-ci oyunda keçib, 17 qələbə, 1 heç-heçə 2 məğlubiyyət, 52 xalla birinci yer özünə təmin edib. Amma Baku Fire və Neftçi komandalar arasında isə bax bu görüşdən sonra gümüş medalçı müəyyənləşəcək. 44 xala malik Baku Fire bugünkü görüşdə heç-heçə də kifayət edir. Neftçi isə gümüş medalı qazanmaq üçün mütləq şəkildə qələbə qazanmalı. Çünki Neftçinin 43 xalı var. Azərbaycan Respublikasının dövlətini səslənir. Dövlət himnimiz səsləndi. Komandalar bir-birlərini salamlayır və mən istərdim hazırda hər iki kollektivin start heyətini, start beşliyini isə təqdim edən başlayıb Baku Fire komandasından. Qapıcı 12 nömrə Kamran Hacıyev, meydan oyuncuları 17 Fərid Ələkbərov, 3 Kənan Manafov, 10 Oktay Rüstəmli və 11 Yago Enrique Pereira de Abreu. Komandanın baş məşqçisi Teymur Eyvazovda. Neftçi komandasının heyəti 16 qapıcı Vladislav Reznov, 9 Vahib Xocayev, 15 Cavad Haydari, 20 Mortuza Haydari, 70 Abdulqafar Sadegi. Baş məşqçi İlkin Hacıyev. Hakimlərə gəlincə Əli Cabrailov, ikinci hakim Knyaz Əmraslanov, hakim inspektor Murad Məmmədov və üçüncü hakim Hacəli Ağayevdir. Neftçi komandası ağ geyimdədir. Baku Fire narıncı qara geyimdə mübarizə aparacaq. Bu kollektivlərin çempionat boyu öz aralarındakı keçirdiyi oyunlara gəlincə, bundan əvvəlki oyunlarda həriyə bir qələbə var, bir heç-heçə. Baku Fire'ın 8-5'li qələbəsi var, Neftçinin 5-4'lü qələbəsi var və bir dəfə isə 3-3'lü heç-heçə qeydə alınıb. Və bir qeyd edim ki, indiki məqamda turnir cədvəlində ikinci plədə qərarlaşır. Baku Fire komandası 44 xalı var, Neftçi isə 43 xalla 3-cü, digər komandalar xeyli geridilər. Şuşa 19, Yasamal, Bakı, Şuşa 21 xal toplayıb, 19-12 xal.
Yasamal Bakı isə keçdiyi bütün görüşlərin hamısında uduzub. Və yeri gəlmişkən bu tur çərçivəsində oynanılan, bundan əvvəl oynanılan, 20-ci turda oynanılan görüşlərə gəlincə Araz Naxçıvanın 19-u 22-1 hesabı ilə məğlubiyyətə uğratdı. Şuşa Yasamal görüşündə isə Şuşanın 14 hesablı qələbəsi qeydə alınıb və beləliklə tura, ümumiyyətlə mövsümə yekun vuracaq, 20-ci turla yekun vurulacaq. Bax, bu vuracaq Baku Fire Neftçi İdman Klubu İctimai Birliyinin komandalarının görüşü ilə də artıq gümüş medalçı müəyyənləşəcək. Az əvvəl bildirdim. Araz Naxçıvan 19-u 22-1 hesabı ilə məğlub edib və həmin oyunda Araz Naxçıvanın oyuncusu Əmir Hüseyin Rəsuli 19 gol vurub və bununla da Bombardilər yarışında birinci yerdə də 54 golu var. Baku Fire komandasının oyuncusu Yago isə onun 44 golu var. 10 gol geri qalır Əmir Hüseyin Rəsulidən. Yəni bombardir olmaq istəyirsə, çempionatda bombardir olmaq istəyirsə, Yago bugün şərikli liderlik üçün 10 gol, birinci olmaq üçün isə 11 gol vurmalıdır. Bacaracaqmı? Bunu oyunun gelişi göstərəcək. Biz isə diqqətlərimizi yönəldək qarşılaşmaya. Gümüş medalçını müəyyənləşdirəcək qarşılaşma artıq start götürmək üzrədir. Və beləliklə start səslənir, görüş başlayır. Topu mərkəzdən oyuna Baku Fire komandasının özləri daxil etdilər. Təbii ki, onlara heç-heçə kifayət edir. Amma Neftçidə vəziyyət fərqlidir. Bugün Neftçi nəyin bahasına olursa olsun, düz Neftçi ən pis halda, yəni bürünc medalı təmin edib, bürünc medalı təmin olunub. Amma gümüş medal üçün mütləq şəkildə qələbə qazanılmalıdır. Baku Fire isə gümüş medallar üçün heç-heçə də kifayət edir. Görək, gümüş medal arzusu nöqteyi nəzərindən hansı komanda öz istəyini, öz arzusunu reallaşdıracaq? Durum belədir ki, bizi maraqlı bir mübarizə gözləyir. Ən azından biz bugün Neftçinin ifasında bir hücum futbolu görəcəyik. Geri ötürmə səhvə yol verildi, amma qapı boş qalıb. Qapı boş qalıb, zərbə dəqiq alınmadı. Maraqlıdır ki, oyunun əvvəlindən Baku Fire komandası qapıçını da oyuncu ilə əvəzləyib. Yəni onlar bugün düzündür, Neftçinin barədə danışdıq. Neftçi 3-cü pillədə qərarlaşır. Bir xal gerisindədir Baku Fire, amma Baku Fire oyunun əvvəlindən görünən budur ki, 5-ci qapıçını oyuncu ilə əvəzləməklə bir növ əvvəldən hesabda önə keçməyə çalışır. Yenə qapıcı oyuncu dəyişikliyi gördük Neftçi, Baku Fire komandasını. Yəni onlar təbii ki, ehtiyatı əldən vermək istəmirlər. Bilirlər ki, rəqib bir mənalı şəkildə qələbiyə köklənib. Və təbii ki, onlar da oyunun əvvəlindən cavab belə bir üstünlüyü əldə etməyə çalışırlar. Qapı yenə boş idi. Uzaqdan zərbə endirildi, amma bu dəfə də qeyri-dəqiq alınır. Bu dəfə də Neftçi komandası boş qapını nişan ala bilmədi. Təbii ki, əsas diqqətlər Baku Fire 11 nömrəli oyuncusu Yago'dadır. Çünki onun bombardirlik məsələsi var, amma təbii ki, bunun üçün çox çalışmalıdır. Ən az bir gedirəm şərikli liderlik üçün 10 gol vurmalıdır. Yəni o vahid bombardir olmaq üçün 11 gol vurmalıdır. Bacaracaq mı? Bunu demək çətindir. Hələlik isə bax, meydanda oyuncuların sayı 4-ün 4-ü olduqda görür Neftçi komandasının oyuncuları irəlidə təzyiq edirlər. Baku Fire hücumda.
Qapıya zərbə endirməyə imkan verilir. Qaydanı pozmadan top aldı Neftçi və indi Neftçinin hücumunu izləyirik. İrəli çıxmağa çalışırlar amma dərhal da rəqib hücumunun qarşısını aldı Baku Fire. İndi təzyiq edən Baku Fire'də. Ötürmə çox qüvvətli, top meydandan çıxır. İrəli ötürmə. Enrique Suarez istiqamətinə. Meydana sonradan daxil olmuşdu Enrique Suarez. Baku Fire'ın 15 nömrəli oyuncusu. Burada foul qeydə alındı Baku Fire. Qaydanı pozu və indi Neftçi cərimə zərbəsi top oyuna daxil edəcək. Murtuza Haydari. Gələn Murtuza Cavad Haydari ilə oynadı. İrəli ötürmə Abdülqaffar Sadiqi hücum davam etdirə bilmir. Baku Fire top ələ keçirib və indi özləri hücum axtarışındadılar. Hücum davam edir. Artıq top meydandan çıxdı. Abdülqaffar Sadiqidən top meydanı tərk etdi. Top ikisi Baku Fire'dən. Amma Neftçi də istədiyi hücum qura bilmir. Qapıcı Kamran Hacıyev. Kamran zərbəni dəf edir. Komandası qoldan xilas etdi. Neftçi hücumu davam etmir artıq. Çünki Baku Fire top ələ keçirdi. Təhlükə yaşandı. Baku Fire'ın qapısı qarşısında amma Kamran Hacıyev komandasını qoldan xilas etdi tek bir də epizodda. Enrique Suarez. Nihat İsmailov. Ondan ötürmə yaxşı alındı amma qapıcını qeyd edək. Qapıcı vaxtında irəli çıxdı. Vladislav Reznov epizodu düzgün qiymətləndirdi. Azalcıq geciksəydi Neftçinin qapısı qarşısında təhlükə yaşana bilərdi. İkinci qayda pozuntusu Baku Fire'dən. İrəli ötürmə zamanı bax burada ilk cəhddən Cavad Haydari topu meydan rəqib hissəsinə göndərə bilmədi. Out yerinə yetirilir. Yenə 5 nəfərlə o, yəni meydan oyuncusundan söhbət gedir. Qapıcının oyuncu da əvəzləyib Baku Fire və belə olduqda rəqibin bu say çoxluğu fonunda Neftçi komandası müdafiə edədilər. Yago Fəridlə oynadı. Fərid Ələkbərov yenə. Yago Enrique. Fərid Ələkbərovdan ötürmə. Fəridə qayıdır top. Yago. Təhlükə var burada. Qapıya zərbə amma. Reznov. Yaxşı oynadı. Bir qədər əvvəl top Baku Fire oyuncusunun əlinə dəymişdi. Əlbədənə yaxın idi. Bəlkə də bu nöqtəyə nəzərən hakimlərlə oyun qeydə almadı. Baku Fire yenə hücumda. Yago. Fərid Ələkbərov. Yago Enrique, Fərid. Fərid
Yerdən ötürmə, qapıya zərbə. Yaxın göncəndirilən bir zərbə amma qeyri-dəqiq və burada hakim Neftçi komandasının məşqçisinə sarı vərəqə göstərir. Texniki zona qaydalarını pozduğu üçün ona ayrılmış yerdən kənara çıxdığı üçün sarı vərəqə göstərir. Top meydandan çıxır. Reznov. Neftçi hücum axtarışında amma irəli ötürmə qeyri-dəqiq. Yago. Fərid Ələkbərov bir qaydaları bu ikisi hücumun qurulmasında bu iki oyuncu iştirak edir. Yago. Bir nəfər sağ çoxlu, yəni oyuncunun nöqteyi nəzərindən təbii ki, Neftçi oyuncuları bu qədər diqqətli olmağa çalışırlar ki, kimsə boş buraxmasınlar. Burada qapı qarşısına ötürmə, amma ayağını uzatdı, çata bilmədi Nurlan Mehdizadə. Uzaq küncə edilən bir ötürmə və topa toxunuş olsaydı böyük ehtimalla hesab açılacaqdı. Top meydandan çıxır. Auto Bakufayr futbolçuları yerinə yetirəcəklər. Yago Enrique. Enrique Suarez. Enrique istiqamətlə edilən ötürmə bir qədər qeyri-dəqiq alındı. Neftçinin hücumu dəf edilir. Amma topu ələ keçirən Bakufayr oyuncusuna qarşı kobudluq var və Neftçidə ilk fol 2 cərmə. Bakufayırda 1 cərmə Neftçidə. Enrique Suarez. Qayda pozuntusu yox idi. Topu aldılar. Tezdirlər Neftçi oyuncuları. Yenə qazandılar. Fərid Atakiyev. Cavad Haydari. Yenə Fərid. Cavad. Təzyiq işə yaradı. Top ələ keçirdi, amma tezlikdir Bakufayr. Yenə qazandılar. Kamran Hacıyev. Burada qayda pozuntusu var. Abdülqafar Sadegi. Neftçinin 70 nömrəli oyuncusu qaydanı pozur və fol sayı bərabərləşdi komandalarda. Həriyə 2 cərmə, 2 fol var. 3-cü cərmə. Bu dəfə qaydanı pozan Cavad Haydaridir. Neftçidə artıq 3-cü cərmə var. Enrique Suarez o qaydanı pozur. Bu dəfə 3-3 cərmələr artır. İndi Neftçi cərmə zərbəsi yerinə yetirəcək. Hakim bilir ki, məhz fitdən sonra zərbə endirmək lazımdır. Bu cür standart vəziyyətlər zamanı. Qapı qarşısında təbii ki, mütləq şəkildə kimsə olur. Bax, bu və epizodlar zamanı bir ev tapşırıqları nəzərdə tutulur. Qapı qarşısında ötürmə, qapçının müdaxiləsi. Top Abdülqafar Sadegiyə çatmadı. Top Neftçi oyuncusuna meydan tərk edir. Bakufayr gün zərbəsi yerinə yetirəcək.
Feriddən gələn bir ötürmə. Zərbə mövqeyinə çıxmağa çalışırdı, alınmadı. Bakufayer'in 20 nömrəli oyuncusu Fərid Abbasov düzdür. Bu hücum qapı istiqamətində zərbəli yekunlaşır, amma qeyri-dəqiq alındı zərbə. Fərid Atakiyev. Yaxşı ötürmə alındı. Qapıya zərbə və top qapı tirinə dəydi. Qola çox yaxınlaşdı Neftçi. Mirzə Əmirovun zərbəsi. Və top qapı tirinə dəyir. Neftçi hesab açmağa yaxın oldu. Ən real qol şansı düzdür. Qapı qarşısında vəziyyətlər olub. Bakufayer'in qapıçısının Kamran Hacıyevin 2 dəfə təhlükəli zərbənin qarşısında aldığı epizod xatırlayıram, amma bax bu qədər qola yaxınlaşmamışdı Neftçi. Fərid Ələkbərov geri oynadı. Yago. Fərid, Yago. Nurlan Mehdizadə yenə meydandadır. Bakufayer'in 7 nömrəli oyuncusu. Qapıya zərbə, qapıcı Reznov. Uzaqdan endirilən zərbə isə qeyri-dəqiqdir. Fərid Ələkbərov, komandanın kapitanıdır. Top meydandan çıxdı, Neftçi out yerinə yetirdi, qapı qarşıda ötürmə, qapı boşdu və burada təbii ki Fərid mane oldu və deyərdim ki, bax onun müdaxiləsi önəmli rol oynadı bax bu epizodda. Neftçinin 10 nömrəli oyuncusu Eldar Zeynalovun zərbə endirməsinə imkan vermədi. İkinciden zərbə. Qapıya zərbə endirilir, dəqiq deyil. Cavad Haydarinin zərbəsi qeyri-dəqiq alındı. Kamran Hacıyev ötürmə edir. Meydanın rəqibi ait hissəsində top meydandan çıxır. Bundan əvvəlki epizodun təkrarını izləyirik. Bakufayer'in kapitanı Fərid Ələkbərovun endirdiyi zərbə və qapıcı Vladislav Reznovun müdaxiləsi. Top oyna. Bakufayer komandası daxil edəcək. Kamran Hacıyev yerini yenə Nurlan Mehdizadəyə verdi. Qapıcı oyuncu funksiyasını yerinə yetir Nurlan Mehdizadə. Yago. Fərid Ələkbərov. Yago. Bu futbolcular birinci dəfə paslaşdılar bir-biri ilə hücumların qurulması zamanı. Qapı boş qalıb. Neftçi hücuma çıxmağa çalışırdı. Bax, yenə də Fərid Ələkbərov inamlı oynuyor. Bakufayer'in kapitanı zamanında müdaxilə edir. İkisi yaralandı artıq. Bakufayer hücumdadır. Topa nəzarət edir. İndiki məqamda gümüş medala iddialı komanda, çünki onlar ikinci yerdədirlər. Neftçi üçüncüdür. Qapı qarşısı ötürmə və gol! Hesab açılır. Nurlan Mehdizadə, Bakufayer'in 7 nömrəli oyuncusu. Hesabı açır. Say çoxluğundan istifadə etdi nəhayət ki Bakufayer. Nəhayət ki istəklərini aldılar, istədiklərini aldılar. Bax bu say çoxluğundan Bakufayer və hesabda önə keçirlər. Qapıçının əvəzində meydana daxil olan 7 nömrəli oyuncusu Nurlan Mehdizadə hesabı açdı. 1-0. Neftçinin işi çətinə düşdü. Top ikisi var. Bir zərbə amma bu dəfə çərçivəyə düşə bilmir. Fərid Abbasov ikinci qola yaxınlaşdı. Bakufayer zərbə qeyri-dəqiq aldı.
Top meydandan çıxır. Out'u Neftçi yerinə yetirəcək. Ferdi Atakiyev. Neftçinin 4 nömrəli oyuncusu. Out'dan top oyuna daxil edildi. İndi isə ikinciden zərbə olacaq. Hava ötürməsi. Abdülqafar göndərilən top. Zərbə imkan verilmədi. Abdülqafar Sadiqin ötürməsindən sonra top meydandan çıxarır Bakufayr. Neftçi bərabərlik qol axtarışındadır amma bu əksər təkbətək mübarizələrdə hələ ki istəyini reallaşdıra bilmir Neftçi oyuncuları. Cavad Haydari irəli ötürmə, top meydandan çıxır. Out. İlk hissənin başa çatması 8 dəqiqə 44 saniyə qalıb. Biz isə Bakufayrın vurduğu golun təkrarını izləyirik. Nurlan Mehdizadə fərqləndi. Gol vurulan məqamda Bakufayr 5 oyuncu ilə, 5 meydan oyuncusu ilə mübarizə aparırdı. Topu meydanda saxlaya bilmədi burada Henrique Suarez. Qapıya zərbə indirilir. Dəqiqə alınmadı. Mirzə Əmirov idi zərbəni indirən. Qapıçının irəli ötürməsi. O meydandan çıxır. Nurlan Mehdizadə 7 nömrəli oyuncu, bu dəfə meydan oyuncusu kimi. Hazırda çıxış edir. Qeyri-dəqiq götürmə. Ferdi Atakiyev, qapıcı Riznov. Xocayev topladı. Out. Dərhal altı top oyuna daxil edildi. Bakufayr hücumda amma zərbə imkan verilmir. Qarşı göndərilən top. Henrique Suarez. Qayda pozuntusu yoxdur deyir hakim. Nurlan Mehdizadə qapıcı ötürmə. Kamran Hacıyev Nurlanla oynadı. Nihat İsmailov. Top ikisi var Bakufayr'dan. Neftçi hücumda zərbə. Gücdən zərbə olacaq. Top Bakufayr oyuncusuna meydan tərk etdi. Qapıya zərbə var. Daha bir gün zərbəsi olacaq. Özünü topun qarşısına atan Fərid Abbasov idi Bakufayr'in 20 nömrəli oyuncusu. Zərbənin qarşısı bu dəfə alındı. Cavad Haydari topa saxlamadan zərbə indirmişdi. Qarşısı kəsildi. Out. Hücum istədiyi kimi davam etdirə bilmədi Oktay Rüstəmli. Qapı qarşı ötürmə. Burada boş idi Abdülqafar. Amma bax, bu təkbətək mübarizəni uduzdu. Qarşısında olan Fərid Abbasova uduzdu. Henrique Suarez. Geri oynadı. Suarez. Səhv ötürmə. Və lüzumsuz yeri bir top itkisi. Mortuza Haydari. Yine Mortuza Haydari.
qayda pozuntusu var. 4-cü foul artı Bakufayer'da. Enrique Suarez qaydanı pozdu. Hakim indi. Enrique Suarez yəni əvəz etmək zamanı. Həm yəni az əvvəlki qayda pozuntusu, eyni zamanda yəni meydan tərk etməsi təbii ki, qayda qanuna riayət etməyə çağırır. Artıq 4-cü cərimə Bakufayer'da, Neftçidə cərimə sayı 3-ə bərabərdir. Günov artıq cərimələr baxımından Bakufayer təhlükəli həddə yaxınlaşır. Oyun devam edir. Neftçi hücumda. Qapıya zərbə. Bu dəfə də alınmadı. Abdülqafar Sadegi. Onun zərbəsindən sonra top qapı dirəyinə dəyərək meydandan çıxdı. Bir dəfə qapı itirib. İndi qapı dirəyi. Yəni, ən azı 2 real gol şansı olub Neftçinin. Sadəcə bu imkanlardan istifadə edə bilmirlər. Bakufayer hücumda. Ferid Ələkbərov. Yago. Yine Ferid. Sağ üstünlüğüne malikti bu dəqiqələrdə. Meydan oyuncuları baxımından Bakufayer, qapı boşdu. Nurlan Mehdizadə yeni meydanda. Oynayan qapçı kimi. Qapıya zərbəyə imkan verilmir və küncdən zərbə olacaq. Topa son toxunuş Neftçi oyuncularından da. Kenan Manafov top oyuna daxil etdi. Geri oynuyor. Ferid Ələkbərov ötürmə. Yago. Ferid. Out. Tabii ki bak hesapta önde olan Bakufayer topa nəzarət baxımından, yəni bax bu məqam eyni zamanda onların topa nəzarət etməsini asanlaşdıran bir durumdur. Çünki 5 nəfərlə oynadıqda meydan oyuncusu, 5 meydan oyuncusu oynadıqda artıq belli Neftçi oyuncularının heç vəsiz ki, çox təzyiq etmə baxımından da belə buna çox ürək etmirlər. Bu arada time out. Bir qədər bundan əvvəl Abdülqafar Sadiqinin endirdiyi zərbədən sonra qapı dirəyinə tuş gələn bir topu gördüyünü təkrar izlədik bir daha. Bu isə Bakufayer komandasının 20 nömrəli oyuncusu Ferid Abbasovun keçidi idi. 2 rəqəbin əhatəsindən çıxdı bir qədər bundan əvvəl. Topu oyuna daxil edəcək komanda Neftçi time-out götürüb. Dörd dəqiqə 20 saniyə qalıb birinci hissənin başa çatmasına.
Out yerine yetirildi. Top ikisi var burada. Yago. Kaçırdı zərbanını. Arınca topu itirdi. Hücumdadır Bakufayr. İtirilen topu tez kazandı. Yine itirdiler ve ardınca ise topu meydandan çıxarır Bakufayr oyuncuları. Bir evvel Yago'nun tehlikeli bir epizodu oldu. Topu rəqibdən aldı ama zərbanını geciktirdi. Növbəti dəyişikliklər həyata keçirilir. Komandalar niyyətində 3 dəqiqə 7 saniyə qalıb. İlk yarının bitməsinə. Yago, Fərid Ələkbərov, adət üzrə Nurlan Mehdizadə yenə meydandadır. Qapçı oyuncu kimi. Fərid, Yago. Oktay Rüstemli top istəyir. 10 nömrəli oyuncu Bakufayır'da. Ötürüm ona ünvanlandı. Yenə Fərid Ələkbərov. Vaxt gedir. Vaxt Bakufayır'ın xeyrinə işləyir. Neftçi oyuncularından ise kimsə mərkəzdə dayanan Fərid Ələkbərovun üstünə getməyə risk etmir. Boşluq vermək istəmirlər. Top ikisi. Qapı boşdu. Qapıya zərbə indirilir. Amma qeyri dəqiq. Məqamlar düşür Neftçi oyuncular üçün. Meydanın üzərinə hadisəsində topu ələ keçirirlər. Amma uzaqdan boş qapını nişan almağa çətinlik çəkirlər. Eldar Zeynalov topu oyuna daxil etdi. Outdan Cavad Haydari. Ferdat Akiyev. Abdülqafar Sadiqi keçdi rəqibi. Ötürməlidir qapçı. Burada Kamran Hacıyev yaxşı oynadı. Enrique Suarez. Oktay Rüstemli. Ondan geri. Yago. Enrique Suarez. Yago. Top Abdülqafar Sadiq'den meydan terk edir. İrəliyə ötürmə. Fərid Abbasov istiqamətlə ama top meydandan çıxır. Bakufayır'ın daha bir hücum. Top meydana çıxdı. Qəbul edə bilmir bu ötürməni Murad Quluzadə. Qapçı Reznov. Rezon'u irəli ötürmək istədi, kimi alınmadı. Enrique Suarez. Onun müdaxiləsindən sonra top Bakufayır'a keçdi. Qapçı Kamran Hacıyev. Kamran Hacıyev'dən irəli uzun ötürmə, amma qüvvətli ötürmə. Top meydandan çıxır. Reznov top oyuna daxil edəcək. Birincisi sona yaxınlaşır. Dəqiqə yarım qaldı. Qapçı burada reyd eləmək istəyirdi Eldar Zeynalov. İstəyəni reallaşdıra bilmədi. Fərid Abbasov tək başına mübarizə aparırdı, amma mübarizəni uduzdu və indi Neftçi hücumdadır. Daha sürətlə, bax burada irəlidə çoxalmaq baxımından bir ləngimə var. Hocayev, Hocayev. Qapıya zərbə olacaq mı? Yox. Amma fol var. Bu arada birinci sırada sonuncu dəqiqə oynanılır və sonuncu dəqiqəyə də 5-ci folla daxil olur
Baku Fire. Təhlükəli bir nöqtədən indi Neftçi cərimə zərbəsi yerinə yetirəcək. Düz fasilədə follar sıfırlanır, yəni hər şey yenidən başlayır. Bir dəqiqə. Bu qədər vaxtı qalıb. Neftçinin ilk hissədə bərabərlik qolunu vurma nöqteyi nəzərindən. Topun arxasında Fərid Atakişiyev'də. Neftçinin 4 nömrəli oyuncusu. Hər kəs söz yerini tutub. Fit verildi. Qapıya zərbə. Qeyri-dəqiq. Və indi time-out Baku Fire. Top oyunu onlar daxil edəcək və Baku Fire'ın baş məşqçisi Temur Eyvazov time-out götürür. Birinci hissədə sonuncu dəqiqə gedir. Ehtimal etmək olar ki, bu son dəqiqəni yeni 5 meydan oyuncusu ilə keçirməyə çalışacaq Baku Fire. Yoxsa fərqli qərar verəcək. Artıq bir neçə dəfə gördük. Hətta 5 meydan oyuncusu ilə oynamağın nəticəsində hesabı da açdılar. Nurlan Mehdizadə birinci hissədə hələ ki yeganə olan qola imza atıb. Kamran Hacıyev yerini verdi Nurlan Mehdizadəyə. İrəli ötürmə. Reznov başlı top irəli göndərdi. Neftçi hücumda. Qapçı öz yerinə qayıtdı. Təhlükə var. Qapıya zərbə indirilir və gol! Hesab bərabərləşir. Sonuncu dəqiqədə, birinci hissədə sonuncu dəqiqədə Vahib Xocayev. Neftçinin 9 nömrəli oyuncusu Vahib Xocayev hesabı bərabərləşdirən qolu vurur. 1-1 olur hesab, amma bu da hələ Neftçi üçün yetərli deyil. Neftçiyə qələbə lazımdır gümüş medal üçün. Heç-heçə hesabı da Baku Fire sərf edir. Onlar bir xal öndədirlər. Neftçi ancaq qələbə qazanmalıdır ki, gümüş medala yiyələnsin. Rüfət Ələkbərov, Yago, yenə Rüfət. Geri ötürmə, Rüfət. Oktay. Nurlan Mehdizadə. Oktay Rüstəmli. Son saniyeler birinci hissədə. Keçmədi bu ötürmə, qapı boşdu və top qapıdan keçmir. Birinci hissədə beləcə başa çatır beləliklə. 20-ci tur Baku Fire Neftçi. İdman Klubu İctimai Birliyi komandalarının görüşündə ilk yarı 1 hesab ilə yekunlaşdı. Baku Fire heyətində Nurlan Mehdizadə, Neftçidə isə Vahib Xocayev fərqlənib. Fasilə ayrılaq, ikinci hissədə görüşərik.
Hörmətli tamaşaçılar, bir qədər sonra Baku Fire və Neftçi komandalar arasında görüşdə ikinci hissə başlayacaq. İlk yarıdan sonra hesab 1-1'dir. Hesabı Baku Fire komandası açdı, amma sonuncu dəqiqədə Neftçi bərabərlik qolunu vurdu. Baku Fire komandasının heyətində Nurlan Mehdizadə fərqləndi. Neftçidə isə fərqlənən oyuncu Vahab Hocayevdir. Bu ana olan durumla turnir cədvəlində hansısa bir dəyişiklik yoxdur. Çünki turnir cədvəlində ikinci pillədə yer alan Baku Fire komandası Neftçini bir xal qabaqlayır. Artıq Araz Naxçıvan komandası çempionluğu təmin edib. Sonuncu turda Araz Naxçıvan U19-u 22-1 hesabı ilə məğlubiyyətə uğratdı və bununla da xal ehtiyatını 52-yə çatdırdı. Əl çatmazdı digər rəqiblər üçün. Baku Fire'ın 44, Neftçinin isə 43 xalı var. Və gümüş medalçını müəyyənləşdirəcək bu qarşılaşmada hələ ki durum indiki məqamda Baku Fire'ın xeyrinədir. Heç hesabı da onları ikinci pillədə saxlayacaq. Onlar gümüş medal qazanacaqlar, amma Neftçidə vəziyyət fərqlidir. Mütləq qələbə lazımdır. Bürünc medallar təmin olunub artıq. Yəni, ən azı Neftçi hətta bu görüşdə ona sərf edən nəticəni qazana bilməsə belə bürünc medal məsələsini həll edib. Çünki 4-cü pillədə qərarlaşan Şuşa komandasının 21 xalı var. Neftçi Şuşanı 22 xal qabaqlayır. Amma təbii ki, daha yüksək əyarlı medal uğrunda mübarizə aparır Neftçi. Baku Fire'də bu üstünlüyünü qorumağa çalışır. Araz Naxçıvan 19 görüşündə 22-1 hesablı qələbədə Əmr Hüseyin Rəsuli 19 qol vurdu və vurduğu qolların sayını 54-ə çatdırdı. Bununla da Əmr Hüseyin Rəsuli Bombardilər siyasında liderliyə yüksəldi. Baku Fire'ın oyuncusu Yagonun isə 44 qolu var. Yəni, baxın, haradan hara gəlib çıxdı Əmr Hüseyin Rəsuli. 19 qol vurmaqla qol sayını 54-ə çatdırdı və Yagonu hazırda 10 top qabaqlayır. Təbii ki, indiki məqamda hər halda ümumi duruma baxdıqda təbii Yago heyətində çıxış etdiyi Baku Fire'ın təbii ki, indiki məqamda gümüş medal qazanması məsələsinin daha ön plandadır. Hər halda bu şəxsi motivlər təbii ki, heç bir halda komanda mənafiyindən üstün ola bilməz. Və üstəlik, orada nəzərə alaq ki, yəni 2-3 top deyil, düz 10 topdur fərq Bombardilər yarışında. Yəni, bu mövqe baxımına ona görə təbii ki, hələ bir qədər bu çətin görünür. Görə ikinci hissədə Neftçi. Ona sərfli hesab əldə edə biləcəkmi? Birinci hissədə Neftçinin hesab 1-1'dir. Bir gol vurub Neftçi, amma bir dəfə qapı tiri, bir dəfə qapı dirəyi Baku Fire qoldan xilas edib, yəni Neftçinin vurduğu bir qoldan başqa daha ən azı 2 dəfə qol şansı olub. Sadəcə ələ düşən bu imkanlardan istifadə edə bilməyiblər. Oyun bitdikdən sonra mükafatlandırma mərasimi də olacaq, bunu da qeyd edim. Və mükafatlandırma mərasimi də CBC Sportla canlı yayınlanacaq. Hazırda çempion olmuş Araz Naxçıvan komandasının oyuncuları da tribunadadılar. Onlar da bu görüşü izləyirlər. Yeri gəlmişkən Araz Naxçıvan üçün hələ mövsüm bitməyib. Çünki iyunun 5-də Azərbaycan Kubokunun final matçı oynanılacaq və Araz Naxçıvan həlledici görüşdə 1-ci liqa təmsilçisi PFL ilə üzə gələcək. Baku Fire və Neftçi isə çempionatda bundan əvvəlki oyunlarda hər yer bir qələbə qazanıblar. Baku Fire ikinci hissə başlasın. İkinci hissə başladı. Baku Fire Neftçi görüşündə çempionatda bundan əvvəlki oyunlarda Baku Fire'ın 8-5, Neftçinin 5-4 hesablı
qələbəsi qeydə alınır. Bir qarşılaşma isə heç işə bitib 3-3. İkinci hissəyə Neftçi folla başladı. İlk fol elə. İkincisinin ilk dəqiqəsindəcə onların pasivinə yazıldı. Qələbə üçün artıq risk etmək məcburiyyətindədir Neftçi. Bu durum onları qətiyyən razı sala bilməz. İrəli ötürmə. Reznova göndərilir top. Qapçı. Ondan ötürmə yaxşı alındı. Abdülqafar Sadiqi topu sinəsilə qəbul etdi, amma çevrilib zərbə endirə bilmədi. Top meydandan çıxır out Neftçinin də. Cavad Haydari yan xəttə top oyuna daxil edəcək. Qapıya zərbə yaxın, ikinci endirilər zərbə, qapçı yaxşı oynadı. Abdülqafar Sadiqi qaydanı pozur. Fol sayı bərabərləşir 1-1. Daha yox 2. İkinci fol Neftçidən. İlk dəqiqə oynanılır artıq. Hələ ikinci hissənin ilk dəqiqəsində 2 fol var Neftçi adına. Vahab Hocayevdən ötürmə. Abdülqafar Sadiqi topu götürə bilmədi. Qapçı Kamran Hacıyev top oyuna daxil etdi. Top meydandan çıxır. İlerləməyə çalışan Nihat İsmailov idi. Top rəqib oyuncudan meydan tərk etdi. Nihat İsmailov. Bakufayr. Hücumdadır. Qayda pozulmayıb. Neftçi top elə keçirdi, amma zamanında bir müdaxilə var. Allah Cumaniyə verilir burada. Cavad Haydari top meydandan çıxır. Reznov. İrəli ötürmə. Sadiqi istiqamətinə. Top xətti tərk etmişdi. Kapitan Fərid Ələkbərov. Tofik. Mikhailov. Yine Ferit topladı. Tofik. Yago. Ferdi Ələkbərov ondan ötürmə. Oktay, Ferit. Oktay Rüstəmli. Qayda pozuntusu və sarı vərəqə. On 15 nömrəli oyuncu Cavad Haydari. Sarı vərəqə də alır. 3-cü fol Neftçi üçün. Hazırda Bakufayır'da oynayan qapçı funksiyasını 3 nömrəli oyuncu Kenan Manafov yerinə yetirir. Fol çox oldu artıq ilk 2 dəqiqə ərzində Neftçi üçün. Tofik Mikhailov.
Fərid Ələkbərov. Yago. Fərid. Yenə Yago topladı. Fərid, Yago'ya ötürmə. Yago, amma qapıcı Reznov. Topa xəttdən kənarda müdaxilə var deyir burada. Rəqib komandanın oyunçuları. Sarı vərəqə burada kapitana Fərid Ələkbərova topun qarşısını kəsdiyi üçün təyin olunan məsafədən çox yaxın olduğu üçün həmin epizodla bağlı indi təkrar izləmə maraqlılardır. Qapıcının müdaxiləsi bədən olaraq buradan daha aydın görünəcək. Yox, içəridə idi. Yəni xəttdən kənarda deyildi təkrardan göründüyü qədər. Beləlik Neftçi küncdən zərbə yerinə yetirəcək. Fərid Atakiyev. 4 nömrəli oyuncu. Künc nöqtədə onu görürük. Top oyunda. Zərbə. Vahab Xocayevdən qarşı salındı. Out. Daha bir out olacaq. Top Yago'ya dəyəri meydandan çıxdı. Fəriddən ötürmə. Qapıya zərbə. Vahab Xocayevdən. Vahab Xocayev zərbəsi dəqiq alınmadı. Təzyiq var Neftçidən. Yaxşı bir imkan var indi Bakufayr üçün. Tek bir epizod. Zərbə top qapıdan alı keçir. Oktay Rüstəmli. Bu epizoddan yararlana bilmədi. Cavad Haydari. Sadiqiyə ötürmə. Haydaridən növbəti ötürmə. Burada Abdülqafar Sadiqi yıxılıb. Artıq topu götürməsi mümkün deyildi. Yago. Topu itirdi Bakufayr. Qazandı 50 oyun var. Topa əli ilə müdaxilə edən Tofiq Mikhaylov'da. Cavad Haydari. Sərt ötürüm alındı. Eldar Zeynalov'un ötürməsi dəqiq deyildi, həm də qüvvətli idi. Yago. Fərid Ələkbərov. Tofiq Mikhaylov, Yago, Fərid. Topa nəzarət edir Bakufayr. Tofiq Mikhaylov. Onun zərbəsi. Qapıcı Reznov. Neftçinin qapıcısı Vladislav Reznov yaxşı oynadı. Epizodun təkrarını bir daha izlədik. Fərid Ələkbərov. İki futbolçu, oyuncu, futzalçı boşdu. Yago digər isə Tofiq Mikhaylov. Yago. Tofiq istiqamət ötürmə. Tofiq. Qapı boşdu Bakufayır'da, bunu da qeyd edək. Yago. Tofiq Mikhaylov. Kapitan Fərid. Geri. Tofiq ötürmə. Qapıya baxır. Zərbə endirir. Amma top rəqib oyunçu dəyəri istiqamətini dəyişdi. Küncdən zərbə olacaq. Təhlükəli zərbə idi. Fərid, Tofiq, Yago. Tofiq Mikhaylov yenidən topu Yago'ya qaytarır. Fərid Ələkbərov. Sağa, sola, mərkəzə ötürmələrlə boşluğu axtarır. Bakufayr rəqib müdafiədə.
Ələkbərov topladı. Geri oynadı. Yago qapı qarşısında göndərilən top. Burada oynayan qapıcı Kenan Manafov. Onun qapı qarşısında ötürməsini Oktay Rüstəmli tamamlaya bilmir. Və qapıcı Kamran Hacıgin öz yerini aldı Baku Fire'də. Haydari. Yüksəkdən gələn top Yago özünü çatdırdı. Qapıcı ötürmə səhvə yol verdi. Zərbə qapı direği. Daha bir zərbə olacaqmı? Qarşı alındı. Növbəti zərbə. Yox, qapı yerindən oynadı burada. Qapı yerindən oynadı. Geri ötmə zamanı çox kobud bir səhvə yol verilmişdi. Yago arxası qapıya idi. Görmürdü rəqib oyunçunu. Bu epizodda Baku Fire'ın bəxti gətirir deyə bilərik. Cavad Haydari. Vahib Hocayev. Top itkisi. Baku Fire'dən hücuma çıxır. Hücum davam edir. Küncdən zərbə olacaq. Nurlan Mehdizadənin qapı qarşısında ötürmə cəhdinin qarşısını kəsir Cavad Haydari. Ferdi Abbasov topladı. Yago. Nurlan Mehdizadə. Qayda poluntusu var. İlk fol. İkinci hissədə. İkinci fol. İkinci cərimi Baku Fire'də. Bəli, 2 oldu. 3 cərimi Neftçidə, 2 cərimi Baku Fire'də. Növbəti qayda pozuntusu. 4 oldu Neftçidə. Qaydanı pozan Abdülqafar Sadiq idi. Top ikisi. Amma itili topu tezcə geri qaytardı Baku Fire. Reznov qapı direği. Burada çıxışda səhvə yol verilmişdi. Qapıya zərbə. Qarşı kəsilir. Topsa meydandan çıxır. Az əvvəl Neftçinin qapçısı Reznov. Baxırıq bir daha. Burada çıxışda səhvə yol verdi. Onun köməyinə bax burada qapı direği çatdı. Qapçı zədələnib. Az əvvəlki toqquşmada Neftçinin qapçısı Vladislav Reznov zədələnib və indi ona tibbi yardım göstəriləcək. Bu səbəbdən oyunun gelişində fasilə yaranır. Təbii ki, vaxtda dayandırılır. Bu öz yerində futzalda təmiz 20 dəqiqə oynanılır. Oyun dayandıqda, top meydandan çıxdıqda cərimə zərbələri qeydə alınır və vaxt dayandırılır. Hələlik isə qapıcıya tibbi yardım göstərilməsi davam edərkən rejissorumuz Elçin Mehbaliyev maraqlı məqamları əks etdirən görüntüləri bizimlə bölüşür. Müxtəlif emosiyalar, reaksiyalar. Və Reznov meydanı tərk edir. Onun əvəzinə meydana 12 nömrəli oyuncu Anar Məmmədov daxil olur. Digər qapçı. Sadiqi təzyiq edir. Məğlub durumda deyirlər, düzdür, amma
Turnir cədvəlində rəqibin gerisindədirlər. Qələbə lazımdır Neftçiyə. Topu ələ keçirmək istəyi, hücum qurmaq istəyi bir çox hallarda onların qaydanı pozmağa məcbur edir ki, 4 cərimələri var. Bu isə təbii ki, bir qədər arzu olunmaz halda Neftçi komandası üçün. Cavad Haydari, irəli ötürmə. Eldar Zeynalov istiqamətinə, Bakufayr topu ələ keçirir. Top Neftçidən meydanı tərk edir. Out Bakufayr'ında. Ferdat Akiyev. Bir gəlmişə qapçı artıq qayıtdı. Reznov qayıtdı. Qapıdadır. Out. Və dərhal da top oyna. Bakufayr daxil edəcək və dərhal da qapçı. Əsas qapçı Kəmran Hacıyev meydanı tərk edir. Onun yerinə 3 nömrəli oyuncu Kənan Manapov. Yəni oynayan qapçı funksiyasını Bakufayır'da 3 nömrəli Kənan Manapov yerinə yetirir indiki məqamda. Yago. Qapıya zərbə Reznov əl oynadı. Kənan Manapov fərqləməsi imkan vermir. Birinci hissədə Bakufayır'da oynayan qapçı funksiyasını Nurlan Mehzadi yerinə yetirir. İkinci hissədə isə bu missiya Kənan Manapova həval edilib. Yago. Kənan Manapov. Yago. Yeni Kənan. Qapı qarşı ötürmə cəhdi. Top meydandan çıxır. Qətmənin qarşısını kəsən Əjdərovdur. Kapitan. Neftçinin 13 nömrəli oyuncusu. Tofik Mikhailov. Zərbə. Top meydandan çıxdı. Top elə öz komanda yoldaşına dəydi. Kənan Manapova da elə meydandan çıxdı. Uzaqdan qapıya zərbə, top qapıdan aralı keçir. Yaxşı ötürməkdir, amma burada Reznovu da qeyd edək. Epizodu oxudu Vladislav Reznov. Fərid Ələkbərov, Yago. Yenə Fərid. Bakufayr topa nəzarət edir. Reznovun müdaxiləsi burada. Top xətti keçmişdi Rakim. Top qapı dirəyinə dəydi, amma yəni, top qapıdan keçsəydi belə artıq hakim out qərarı vermişdi. Yago. Fərid Ələkbərov. Tofik Mikhailov. Oktay Rüstəmli, Fərid. Oktay. Ondan zərbə Reznov. İkinci cəhd. Qapçıdan irəli zərbə. Top qapının üstündən keçir, qapı boş idi. Vladislav Reznov sanki bu məqamı gözləyir, top ələ keçirsin. Qapı boş idi, rəqib qapı və dərhal irəli vurdu, amma top qapının üstündən keçdi. Kəmran Hacıyev. Bakufayır'ın qapçısı top oyuna daxil etdi. Yago. Tofik Mikhailov irəli ötürmə. Oktay Rüstəmli top çatmır. Yəni ötürmə qüvvətli. Oktay topu rəqibdən aldı. Oktay zərbə, qapçı Reznov. Neçənci dəfədir komandasını qoldan xilas edir. Vladislav Reznov. İndiki məqamda hesabın dəyişməməsinin əsas səbəbkarı məhz Vladislav Reznov'dur. Yago'ya ötürmə, Yago'nun zərbəsi qeyri dəqiq. İkinci hissə yarılandı. Haydari. Ondan ötürmə.
Vahib Xocayev istiqamətini ama bir qədər dəqiqlik çatmadı bu ötürmədə. Vahib Xocayev topu götürə bilmədi. Nihat İsmailov, Yago. Yago ötürmə. Ama Sadiqi özünü çatdırdı və topu meydandan çıxarır. Yago. Nihat İsmailov topladı. Yago çattı, zərbə indirdi, Reznov yerindədir. Mirzamirov. Haydari. Topun qəbulunda səhvə yol verir Neftçinin 10 nömrəli oyuncusu Eldar Zeynalov. Yaxşı keçildi, amma zərbə alınmadı, qarşısı kəsildi. Haydari özü hücuma çıxdı. Cavad Haydari. Eldar Zeynalov ötürmə, tam ötürməsi qeyri-dəqiqdir. Fol yoxdur burada. Qayda pozulmayıb, deyir hakim. Amma zədəli futbolçu var və bu səbəbdən Fərid Abbasov topu meydandan çıxarır. Zədələnən oyuncu isə Baku Fayri 8 nömrəli oyuncusu Nihat İsmailov idi. Time-out. Neftçi komandası time-out götürür. Miraxatların oyun başa çatdıqdan sonra 2024-2025-ci illər mövsümü Yüksək Liqanın qaliblərinə, mükafatçılarına yeni medallar təqdim olunacaq. Mükafatlandırma mərasimi həyata keçiriləcək. Həmin mərasimdə CBC Sportla canlı yayınlanacaq. Time-out yekunlaşır. Neftçi topu oyuna daxil edəcək. Hər kəs öz yerini alır. Topu rəqibə qaytardılar, bunu qeyd edək az əvvəl, çünki Baku Fire komandasının oyuncusu topu meydandan çıxarmışdı. Zədə faktorla əlaqədar olaraq komanda yoldaşı zədələnmişdi. Qapçı. Kamran Hacıyev topu götürür. Baku Fire hücumda. Top meydandan çıxdı. Qapı qarşı ötürmə, Reznov topu götürür. Və burada təzyiq edən Baku Fire az qala hesabı dəyişəcəkdi, amma top qapıdan keçmir. Zədəli oyuncu var. Cavad Haydari'dir. Baxırıq epizodun təkrarına. Hər şey bu cür baş verdi. Cavad Haydari'dən top meydanı tərk etdi. Sonunda o
müdaxilə etməklə hesabın dəyişməsinə imkan vermədi. Və indi Bakufayr ikinciden zərbə yerinə yetirəcək. Qapıya zərbə qarşı salınır, out. Növbəti ötürmə, zərbə var, amma elə də təhlükəli deyil. Zərbəni endirən isə Nihat İsmailov idi. Reznovdan ötürmə, Sadiq istiqamətinə, Sadiqi topu saxladı, amma meydanda saxlaya bilmədi. Top ələ keçirdilər, qapıya zərbə dendirilir. Top xətti keçmir, qapçı imkan vermədi. Kamran Hacıyev qola imkan vermir. Neftçi qola yaxınlaşdı, amma qapçı yaxşı oynadı. Zədələnmə hesabına olsa belə, Bakufayrin qapçısı Kamran Hacıyev yaxşı oynayır. Baxırıq bir daha, zərbə, bax budur müdaxilə. Top istiqamətini dəyişir, amma ikinci cəhddə müdaxilə etməklə qapçı qolun qarşısını alır. Out yerinə yetirildi. Daha bir out olacaq. Oktay Rüstəmlidən topu ilə tərk edir. Cavad Haydari. Sadiqi. Top ikisi Neftçidən. Bakufayr dərhal hücuma çıxır. Qapıya zərbə. Top qapıdan keçirmək mümkün olmur. Fərid Abbasov bu imkanı qaçırdı. Bir daha baxır epizodun təkrarına. Topu qapıdan aralı vurur Fərid Abbasov. Geriyə ötürmə səhvə yol verildi. Qayda pozuntusu yoxdur. 2-9 ömrənin mübarizəsi. Vahib Xocayev və Murad Quluzadənin mübarizəsi izlədi. Hakim davam edir, qayda pozulmayıb. Fərid Abbasov. İrəliyə bilmədi burada. Murad Quluzadə. Out Neftçinin də. Vaxt azalır. Altı dəqiqə 47 saniyə qalıb görüşün bitməyinə. Bu hesab Bakufayri gümüş medalçı edir. Oktay Rüstəmli. Suareş. Neftçi topu ələ keçirdi. Top meydandan çıxır. Out. Daha bir out. Təbii ki, bu cür dayanmalar, bu cür fasilələr heç şübhəsiz ki, Bakufayri səhvi düzdür. Bununla hansı bir xüsusi vaxt qazanmırlar. Vaxt tam üçləyindir. Vaxt dayandırılır top meydanına çıxdı, amma oyunun tempi aşağı düşür. Neftçinin oyunun sürətləndirmə cəhdləri əngəllənir. Və əsas məqamlardan biri də Neftçinin artıq mümkün qədər diqqətli oynaması, yəni qayda pozuntuları nöqteyi nəzərindən kobudluq etməməyə çalışırlar. Bu da təbii ki, o komanda adına müsbət məqamdır, çünki hazırda passivlərində 4 fol var. Reznov. Sadiqə top çatmadı. Henrike Suareş imkan vermir. Bakufayrin 15 nömrəsi.
Mirzə Əmirov top oyunda. Əmirov istiqamətli ötürmə. Mirzə Əmirov özü irəliyir. Mirzə Əmirov zərbəsi qeyri-dəqiq. Çünki topa toxunuş var rəqib oyuncudan. Baxırıq bir daha. Bəli, burada son məqamda Oktay Rüstəmlinin topa toxunuşunu gördük. Küncdən zərbə olacaq. Əmirov geri çəkir topu, qapıcı götürmə Reznov. Reznovdan Sadiq istiqamətinə. Top meydandan çıxdı, out. Nurla Mehdizadə. Yago. Top meydandan çıxır Vahib Hocayevdən. Orada nə baş verdi? Texniki zonada olan Neftçi futbolçularından zədələnən var. Yəni hadisə meydan daxilində baş verməyib. Meydandan kənarda baş verdi bu hadisə. Yəni bu nöqteyi nəzərdən Neftçinin belə kapitanı Əjdərov ayağını tutub. Yəni ona kənarda tibbi yardım göstərilir. Yəni bu hər halda oyunun bərpasını əngəlləyəcək durum deyil. Bakı fire out yerinə yetirəcək. Yago. Ondan ötürmə qapıya zərbə indirilir. Amma top qapıdan aralı keçdi. Oktay Rüstəmlinin zərbəsində azacıq dəqiqlik çatmadı. Haydari. Təzyiq var. Oktay. Ondan ötürmə. Amma özü topu qəbul edib Yago'dan. Zərbə indirə bilmədi çünki Yago'nun ötürməsi ona çatmadı. Kamran. Top meydandan çıxır. Raut Neftçinin də. Haydari. Vahib Hocayev. Sadiqi. Top ələ keçir Neftçi. Hocayevin zərbəsi. Qarşıda alınır bu zərbənin. Və indi Bakı fire hücum axtarışında. Oktay Rüstəmli top apardı. Yago. Geri. Zərbə indirilir. Qapıcının müdaxiləsi. Tofiq Əliyevin zərbəsindən sonra Reznov müdaxilə etdi. Yago. Fərdi Əmirov qarşısında onun. Alınmadı. Tofiq Əliyev. Mikhailov top meydandan çıxdı. Oktay Rüstəmlidən geri ötürmə Tofiq Mikhailov. Yenə Oktay Rüstəmli. Daha bir out bu dəfə Cavad Haydari'dən. Top meydanı tərk edir. Oktay Rüstəmli geri 5 saniyəli limiti keçdi. Buna görə yan xəttdən top oynayan Neftçi komandası daxil edir. Mirzə Əmirov. İrəli ötürmə Əmirov istiqamətinə. Özünü çatdırır Tofiq Mikhailov. Top meydandan çıxarır. 3 dəqiqə 58 saniyəsi var Neftçinin. Söhbət qələbə qazanmağı daha çox istəyən Neftçidən gelir çünki bir ay gedirəm. Bakı fire heç-heçə də kifayətli bu qarşılaşmada gümüş medalı qazanmaq üçün.
Ferdi Takiyev. Sadigi yerini Vahip Hocayev'e verdi. Hocayev. Ferdi Takiyev. Hocayev. Beraberlik golunun müəllifidir Hocayev. Neftçinin hücumu təhlükəli ola bilər, amma Suareş'in bu müdaxiləsi olmasaydı Enrique Suareş topu meydandan çıxardı. Hocayev. Atakiyev. Mirzə Əmirov. Hocayev indi 5 nəfərlə oynayan Neftçi komandası da. Qapı boşdur, zərbə dəqiq alınmadı. Tofiq Əliyevin zərbəsi qeyri-dəqiqdir. Artıq Neftçidə meydanda 5-ci oyunçunu görürük. Reznov yerini 10 nömrə Eldar Zeynalov vermişdi. Zeynalov meydandan çıxdı. Reznov, amma yəqin ki bu dəyişikliyi yenə görəcəyik. Neftçi meydanda sayt çoxluğu ilə qələbə qolunu vurmaq istəyir. Yago. Enrique Suareş. Yago. Qayda pozuntusu yoxdur. Qapçı. Reznov. Özünün çatdığını Tofiq Əliyevin irəliməsinə imkan vermədi. Küncdən zərbə. 2 dəqiqə 21 saniyə qalıb. Suareş, Tofiq Əliyev. Tofiqdən ötürmə idi bu hər halda. Qarşıda alındı indi Hocayev. Neftçi hücumda. Vahip Hocayevdən ötürmə. Əmirov. Top meydandan çıxır. Mirzə Əmirov ötürmədə bilmədi, amma top rəqibdən meydan tərk etdi. Qapıya zərbə, qapçı yaxşı oynadı. Təhlükəli zərbəni dəf edir Kamran Hacıyev. Ferdi Takiyev, Mirzə Əmirov. Neftçi təzyiq edir. Sürətli oynamağa çalışır. 5-ci oyuncu da gəldi. Eldar Zeynalovdur bu. Hocayev, Atakiyev, Hocayev. Qapçı topu götürdü. Qapı boşdu, amma Haydari geri çəkildi. İndi Haydari. Mirzə Əmirov. Qapı qarşıda ötürmə. Qapıya zərbə indirilir və gol! 2-1 olur hesab. Boş qapıya bu dəfə topu göndərməyi bacardı. 21 nömrə. Bəli, 20 nömrə. Ferdi Abbasov. Ferdi Abbasov 20 nömrəli oyuncu hesabı 2-1 edir. Bax, 5 meydan oyuncusu ilə oynamağın bu tərəflərdə var. Qəfil bir top ikisi. Qapı boş qalır. Və belə olan məqamda qapıya bir dəqiq zərbə hər şeyi kökündən dəyişir. Bakufayırın qapısı Kamran Hacıyev zədələnib, ona tibbi yardım göstəriləcək. Görüşün bitməsinə isə 58 saniyə qalıb. Ferdi Abbasov uzaqdan boş qapını dəqiq nişan aldı, hesabı 2-1 etdi və bəlkə də Neftçinin düzü. Futzalda hər saniyənin öz hökmü var, amma artıq Neftçi gümüş medalı qazanmaq üçün qarşıdakı 58 saniyə ərzində 2 gol vurmalıdır. Mümkündür, hər şey mümkündür. Bu arada qapçı əvəzləndi.
Bakı Fire komandasında. Kamran Hacıyev meydanı terk etti. Sonuncu dəqiqə gedir görüşdə. Neftçi yenə də təslim olmaq istəmir. Qapıya zərbə. Top qaptaralı keçir. Cavad Məmmədov. Meydanda olan qapıcı, Bakı Fire'ın qapıcısı. Qapıya daha bir zərbə qeyri-dəqiq. Fərdi Abbasov. Daha bir qol vurmaya yaxın oldu, amma alınmadı. Yenə 5 nəfərlə. 5 meydan oyuncusu ilə. Hücumdadır Neftçi. Xocayev. Atakiyev. Ondan zərbə. Ötürməkdir bu da. Ötürməyə bənziyirdi, amma Eldar Zeynalovun fərqlənməsi imkan vermədilər. 22 saniyə qalıb. Neftçi gün zərbəsi yerinə yetirəcək. Qapıya zərbə. Necə oldu bu top qapıdan keçmədi. Tirə dəydi top. Qapı boşu növbəti zərbə bu dəfə alınmadı. Qeyri-dəqiqli zərbə. 14 saniyə. Haydari. Xocayev. Küncdən zərbə olacaq. 5 saniyə. 5,8 saniyə. Artıq neysə dəyişmək bir cəhətdən heç mümkün görünmür. Zərbə, qapçı. Out. Daha bir qol vurmaq olarmı? Heç bunu düşünmür də. Vaxt bitti, fit səslənmişdi. Heç bunu düşünmürdü də. 9 nömrəli oyuncu Murad Quluzadə. Topu sadəcə uzaqlaşdırmağa çalışdı. Bəlkə də daha erkən zərbə vursaydı, fit səslənməmiş topu qapıdan keçə bilərdi, hesabı 3 edə bilərdi, amma istənilən halda 2-1 hesabı qeydə alınır. Bakı Fire'ın qələbəsi ilə başa çatdı bu görüş. Bu isə o deməkdir ki, Bakı Fire Azərbaycan çempionatının yüksək liqasında gümüş medalı təmin edir. Bax, bu vəziyyətdə fikir verirsinizsə, qapı tirindən qayıdan top Eldar Zeynalovun başına dəydi, tora daxil olmadı. Yəni belə özü də istəməyərək heç istəyirdi təbii ki, amma belə deyərim hazır olmadan qol müəllifi ola bilərdi, amma top ona dəyərək istiqamətini dəyişdi və beləcə hesab bərabərləşmədi. Beləliklə yekun nəticə Bakı Fire 2, Neftçi 1. Bakı Fire niyyətində Nurlan Mehdizadə hesab açdı. Vahib Xocayev bərabərlik golunu vurdu Neftçi heyətlə, amma ikinci hissədə Fərdi Abbasov topu boş qapıdan keçirməklə hesabı 2-1 etdi və bununla da Bakı Fire bu görüşdə 2-1 hesablı qələbə qazanmaqla 47-ci xalını qazanır və bununla da gümüş medalı təmin edir. Heç-heçə hesabı da Bakı Fire ikinci edəcəkdi. Neftçi isə ancaq və ancaq qələbə sayəsində gümüş medalı qazana bilərdi ki, bu baş vermədi. Bunu bacarmadı Neftçi. Bakı Fire mövsüm ərzində Neftçiyə ikinci dəfə qalib gəldi. Bir xatırladım ki, bu komandaların öz aralarındakı oyunlarda Bakı Fire'ın bir dəfə 8-5 hesablı qələbəsi qeydə alınıb. İndi 2-1 qələbə qazandı. Neftçi 5-4 qələbə qazanmışdı. Bir görüşdə isə 3-3lük heç-heçə qeydə alınmışdı. Və beləcə şəxsi görüşləri gördüyümüz kimi Bakı Fire mövsümdə Neftçi üzərində ikinci qələbəsində qazandı. Və eyni zamanda bu qələbə ilə də gümüş medalı təmin etdi. Mükafatlandırma mərasimi hazırlıq gedir bir qədər sonra. Yüksək liqada ilk üçlükdə qərarlaşmış komandalara mükafatlar təqdim olunacaq. Araz Naxçıvan birincidir. Bakı Fire ikinci, Neftçi isə üçüncü nəticə göstərir və bir qədər sonra bu komandalar öz medallarını alacaqlar. Mövsüm isə hələ bitməyib, çünki Azərbaycan Kubokunun
finalı var 5 iyun tarixində. Araz Naxçıvan və 1-ci liqa təmsilçisi PFL arasında. Azərbaycan Kubokunun finalı oynanılacaq. PFL maraq görürsən 1-ci liqa təmsilçisi, yüksək liqa təmsilçisi də final görüşündə Azərbaycan Kuboku uğrunda mübarizədə sürprizə imza ata biləcəkmi? Bir sərəlik oyunda yadda qalan məqamları bir daha izləyirik. Hesabı bax bu cür açmışdı Baku Fire komandası. Nurlan Mehdizadənin vurduğu bu qolla 5 nəfərlə oynuyordu həmin məqamda Baku Fire. Və Nurlan Mehdizadənin bu zərbəsi hesabı açdı. Neftçinin bərabərli qolunu izləyirik. Vahib Xocayev vurduğu qol hesabı bərabərləşdirdi. Və nəhayət Baku Fire qələbə qazandıran qol isə ikinci hissədə vuruldu. Fərid Abbasov 5 oyuncu ilə oyun davam etdirən Neftçinin qapısına yol tapdı. Topu boş qapıdan keçirir. Budur həmin qolun təkrarını izləyirik. Komandalardan xahiş olduğu mükafatlandırma üçün təyin olunmuş yeri keçirlər. Neftçi komandası Baku Fire, Araz. Mükafatlandırmaya hazırlıq gedir. Çox çalışdı Neftçi. Hətta deyərim, bəzi epizodları bəxtli gətirmədi. Qapı dirəyinə dəyən zərbələr var idi. Yəni, bəzi epizodlarda bəxt onlardan üz döndərdi, amma bu idmandır. Çempion komandaya təqdim olunacaq. Kuboku görürük. Araz Naxçıvan komandası bu kuboku baş üzərinə qaldıracaq. Komandalardan xahiş olunur. Təyin olunan istiqamətə hərəkət edəsindən mükafatlanma arasını başlayalım. Mükafatlanma arasından başlayırıq. Mükafatları Azərbaycan Futbol Federasiyasının vitse-prezidenti Elşən Abbasov, AFFA'nın baş katibi müavini Kamran Vəliyev təqdim edirlər. Artıq mükafatları təqdim edəcək rəsmlər də dəvət olunur. Azərbaycan Futsal Federasiyasının vitse-prezidenti Elşən Abbasov və Azərbaycan Futbol Federasiyaları Asosiasiyasının baş katibinin müavini Kamran Vəliyev mükafatlandırmaya dəvət oldular. Bu görüşü idarədən hakimlər briqadası əvvəlcə dəvət olunurlar. Əli Cəbrailov, Knyaz Əmrəslanov, Hacı Əli Ağayev. Bu görüşdə onlar iş başında oldular.
gümüş medalçını müəyyənləşdirən görüşün hakimləri. Onlara diplomlar təqdim olunur. Oyunun hakim inspektörü Murat Məmmədov. Hakim inspektoru Murad Məmmədov. Və indi növbə ilə. Mövsümün bombardiri. Amma bombardir. Bəli, bombardir. Əmir Hüseyin Rəsuli. Əmir Hüseyin Rəsuli. Mövsümün bombardiri. 54 gol vurmuş. Araz Naxçıvan uğrunun şərəfini qoruyan Əmir Hüseyin Rəsuli təltif olunur. O sonuncu turda 19'da görüşdə 22 bir hesabı ilə bitən görüşdə 19 gol vurmaqla ümumi qollarının sayını 54'ə çatdırdı və mövsümün ən məsullar oyuncusu kimi mükafata layiq görülür. Üçüncü yerin sahibi. Və indi bürünc medal qazanmış Neftçi komandası medallarını almaq üçün dəvət olunur. Bakufayr və Araz Naxçıvan komandasının oyuncuları onlar üçün bir dəhliz düzəldiblər və bu dəhlizdən keçməklə Neftçi komandasının oyuncuları medallarını alırlar. Reznov bugün xeyli əziyyət çəkdi. Neçə epizodda komandasını qoldan xilas etdi. Oyuncular, texniki heyət öz medallarını alırlar. Neftçi 2024-2025-ci mövsümü ölkə çempionatı Yüksək Liqasının bürünc medalçısıdır. Sırada Bakufayr komandasında gümüş medalçılar. İndi onlar medalları almağa dəvət olunacaqlar. Gümüş medalçı. Bakufayr komandası fəxri kürsüyə dəvət olunur.
Və indi isə çempion olmuş komanda Araz Naxçıvan oyuncuları mükafatlandırmaya dəvət olunurlar. Bu dəfə onlar üçün dəhlizi gümüş və bürünc medalçılar Vakufayr və Neftçi komandaları təşkil edib. Və təbii ki, çempion komandaya çempionluq kuboku da təqdim olunacaq. Çempion komandaya kubok təqdim olunur. Kuboku Futsal Federasiyasının vitse-prezidenti Elşən Abbasov təqdim edir. Kapitana təqdim olunur çempionluq kuboku. Beləliklə Araz Naxçıvan komandası 2024-2025-ci illər mövsümü Futsal Azərbaycan Çempionatı Yüksək Liqasının qalibidir və kubokuna qovuşur. Daha bir kubok da qazana bilərlər. Azərbaycan kuboku yarışlarının 5 gün tarixində keçiləcək final qarşılaşmasında. Belə, çempionatın Yüksək Liqasının yekunlaşır. Kubokun finalı qalıb. Gücü olan qalib gəlsin. Və Araz Naxçıvan komandası eyni zamanda Futsal UEFA Çempionlar Liqasını təmsil edəcək. Təbii ki, Avropa kuboklarında uğurlar Araz Naxçıvan komandasına. Yolu mümkün qədər uzun olsun deyirik və bu arzu ilə də yayımımızı yekunlaşdırırıq, hörmətli tamaşaçılar. Beləliklə, çempionatın son turu Vakufayr Neftçi eyni zamanda mükafatlandırma mərasimini birlikdə izlədik. Növbəti yayımlarda görüşənə dək özünüzə yaxşı baxın, hələlik.